Bəzən insan şübhələrə qapılıb dəhşətli cinayət törədə bilir. Bəzən də bu şübhələr doğrudan da təsdiqlənir. Söz açacağımız bu cinayətdə bir ailənin sakit həyatı addım-addım faciəyə doğru irəliləyir. 54 yaşlı ərin daxilini gəmirən suallar, 36 yaşlı yoldaşının WhatsApp statusundakı qəribə cümlələr və qadının üzərindəki cavan bir kişinin kölgəsi geri-dönməz bir qanlı çarxı işə salır. Bəs gənc qadının telefonundan müdürü ilə həqiqətən fotolar çıxacaqdı, yoxsa ərinin şübhələri onu dəhşətli bir səhvə sürükləyirdi? İsmail yanılmışdımı, yoxsa həqiqətən həyat yoldaşının başqa kişi ilə gizli münasibəti var idi? Bütün sualların cavabı qadının LG markalı telefonundakı silinmiş faylların bərpa olunduğu o qaranlıq nöqtədə və qanlı sükutla bitən gecədə gizlidir. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Hər şey il yarım əvvəl sakit bir axşamdan başlayır. Nizami rayonu Şərifli küçəsində bir mənzildə zəif televizor işığı altında divanda bir ailə oturub efirə baxır. 54 yaşlı ər və onun ikinci dəfə evləndiyi özündən 18 yaş kiçik həyat yoldaşı və 2 övladı. İsmail Ağayev təsadüfən arvadı Ceyranın telefona həddindən artıq diqqətlə, bəlkə də fərqli bir həyəcanla baxdığını sezir. O kiminsə şəklini ekrana yaxınlaşdıraraq baxırdı. İsmail sakitcə yaxınlaşır, telefonu arvadının əlindən çəkib alır. Ekrandan ona yad, cavan bir oğlan baxır. İsmail oğlanın kim olduğunu soruşur. Ceyran duruxmadan soyuqqanlıqla cavab verir ki, işlədiyim mərasim evinin inzibatçısı Samirdir. Şəkil sadəcə qarşıma çıxdı, ona görə baxdım. Amma bu şübhə artıq toxumunu səpir. Çünki bir neçə ay sonra Ceyranın WhatsApp statusunda daha bir qəribə cümlə peyda olur. Uzaqdan uzağa sevməkdə biz birinci yerdəyik. İsmail zəng edib tələbkar tonla soruşanda ki, bu nə yazıdır? Ceyran sadəcə səninlə zarafat eləmək istədim deyib və statusu pozub. Amma 5-10 dəqiqəlik o status İsmail beynində artıq geri dönməz ikinci bir mexanizmi işə salır. Ceyran əvvəllər şirniyyat sexində çalışır. Son 3 ildə isə Sabunçu rayonundakı Xeyir Şərifində qabıyan kimi fəaliyyətini davam etdirir. Ailənin yaşadığı mənzil də İsmailin özünə deyil, qardaşına Füzuliyə məxsusdur. Beləliklə, başqasına aid evdə yaşanan bu gərginliyi addım-addım faciəyə doğru irəliləyirdi. Hadisədən cəmi 5 gün əvvəl, saat gecə 11-dir. İsmail görür ki, Ceyranın telefonunda Rəna 2 kimi qeyd etdiyi, Samirin əmsi qızı olduğunu dediyi bir nömrəyə dalbadal sevgi videoları göndərir. Qadın deyir ki, Rəna ailəlidir, məndən xahiş eləmişdi ki, ərinə göndərmək üçün belə videoları ona göndərin. Amma İsmailin beyninə tək bir sual fırlanır. Görəsən, arvadının telefonundakı 2 Rəna adından biri elə Samirin özü deyil ki. Şübhə daxildən gəmirir. İsmail arvadının Sabunçudakı Xeyir Şərifinə gündəlik 20 manata qabıyan çalışmasına artıq dözə bilmədiyini deyir. O, bu iş yerini fəlakətin ocağı kimi görür. Hadisədən bir neçə gün əvvəl ev alqı-satqısından qazandığı 2000 manat nağd pulu gətirib Ceyranın qabağına qoyur. Deyir ki, al bu pulu, daha o işə getmə. O yer mənim xoşuma gəlmir. Ceyranın cavabı isə İsmailin qüruruna endirilən artıq 3-cü ağır zərbə olur. Sən mənə 10.000 manat versən də mən o işdən çıxmayacağam. Görəsən niyə? Gündəlik 20 manata görəmi, yoxsa oradakı mühit, oradakı varlıq Ceyran üçün 2000 manatdan daha dəyərlidir. İsmail üçün bu cavab sadəcə qürur məsələsi deyildi. Xəyanətin maddi sübutu kimi səslənirdi. Hər halda bunu İsmail belə deyir. Həmin gün Ceyranın növbəsi olmasa da mərasim evindən gələn təcili zənglə onu növbədən kənar işə çağırırlar. Qadının qəfildən evdən çıxması İsmailin içindəki şübhəni daha da alovlandırır və o dözməyib
arxasınca Ceyranın iş yerinə yollanır. Bura onun ayaq basmaq istəmədiyi bir yer idi və çarəsiz də olsa gəlir mətbəxə keçir. Ceyran digər xadimə Nərminlə qab yuyur. Nərmin gələn qonağa salam verir, amma öz arvadı Ceyran başını qaldırıb salam belə almır. İsmail hirsini boğub zalları gəzməyə başlayır və elə həmin an dramaturji xəttin ən gərgin detalı yaşanır. Ceyran zalı süpürərkən öz ərinin İsmailin yanında ola-ola zaldakı inzibatçı Samirə üzünü tutub deyir: "Ged mənə zaryadkadakı telefonumu gətir." İsmail oradaydı, yəni öz əri. Bir neçə addımlıqdaykən qadın telefonu gətirməyi yad bir kişidən xahiş edir. İsmail bu mənzərəni özünə vurulan bəlkə də sonuncu təhqir, zərbə kimi qəbul edir. Şübhələrin açıq-aydın təsdiqi kimi görür. Axşam evə birgə qaydanda avtobus dayanacağında qadına sorğu-sual edir. Deyir ki, bu nə hərəkətdir cəmaatın yanında. Ceyranın soyuq cavabı isə alovu daha da körüklüyür. Ceyran deyir ki, sən tülkü kimi məni izləyirsən. Evə gəlirlər. Mənzildə övladları var. İsmail səs-küy salmamaq üçün özünü saxlayır. Amma içindəki qəzəb artıq idarə olunmazdı. Saat 23 radələrində mətbəxə keçib əsəblərini yatırmaq üçün özü belə deyir. 50 qram araq içir. Mübahisə gecə saat 3-ə qədər pıçıldaşaraq, amma zəhər saçaraq davam edir. Ceyran yatmağa gedir. Amma İsmail üçün gecə hələ bitməmişdi. Bəlkə də yenidən başlayırdı. Onda arvadının xəyanət etməsinə dair 100%lik əminlik yaranmışdı. Niyyətini həyata keçirmək üçün Ceyranın yuxuya getməsini gözləyir. Səhər saat 4 radələrində yataq otağında, yataqda yarım qaranlıqda yatan Ceyran, İsmail əlinə ağır metal idman qantelini alır, yaxınlaşır və yatan arvadının baş nahiyəsinə ard-arda 3 dəhşətli zərbə endirir. Uşaqlar oyanmasın, qadın ağrının təsirindən qışqırmasın deyə zərbələrdən dərhal sonra yastığı onun üzünə sıxır və səs əbədiyyən kəsilir. İsmail mətbəxə keçir, oturub siqaretin ardınca yandıraraq səhərin açılmasını gözləyir. Saat 6-da qapıdan son dəfə otağa baxır, Ceyran artıq tərpənmirdi. Səhər saat 7-də övladlarını yuxudan oyadır. Soyuqqanlıqla deyir ki, ananız tezdən işə gedib. Oğlunu hərbi komissarlıqdan sənəd almaq üçün Şəki şəhərinə getməli olduğunu deyir və uşaqlar anasının yataq otağını keçmək istəyəndə qarşılarını kəsir, deyir ki, orada heç kim yoxdur. Evin qapısını kilidləyir, taksiləri dəyişərək uşaqları ilə birgə Şəkiyə yola düşür. Ayın 9-da isə rayonda polis şöbəsinə gedərək hər şeyi etiraf edir. Bura qədər hər şey qısqanc bir ərin halüsinasiyası kimi, lazımsız şübhələri kimi də görünə bilərdi. Bəlkə də İsmail sadəcə öz təxəyyülünün qurbanı idi. Bəlkə Ceyran namuslu bir qadın idi və İsmail bir neçə məqam üstündə 2 uşağın anasını qətlə yetirmişdi. Ətrafdakılar üçün ki, zərər çəkmiş tərəf Ceyranın son dərəcə namuslu qadın olduğunu bildirirdi. Amma istintaq gedişatında istintaqçılar Ceyranın LG markalı smartfonunu ekspertizaya təqdim edirlər. Bu təqdimatdan əlavə isə İsmail son söz olaraq demişdi ki, arvadının telefonuna yaxşı-yaxşı baxarsınız. Silinmiş fayllar köklü şəkildə bərpa olunur və məhz burada bütün qaranlıq məqamlar aydınlaşır. Telefonun yaddaşındakı gizli qovluqdan Ceyranın və mərasim evinin inzibatçısı Samirin ayrı-ayrılıqda, həmçinin birlikdə çarpayda uzanmış fotoşəkilləri aşkar olunur. İsmailin hiss etdiyi, gördüyü, şübhələndiyi hər şey acı da olsa gerçək imiş. Amma bu gerçəklik məhkəmə zalında ona verilən hökmü dəyişmir. Çünki o, köməksiz vəziyyətdə, yəni yatmış vəziyyətdə olan bir şəxsi öldürmüşdü və özünün xəbəri olmadan. Bu səbəblə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddəsi ilə İsmail Ağayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Bəzən dilsiz, ağılsız bir fotoşəkil ən ağır cinayətin kölgəsində qalan acı həqiqəti faş edir. Amma heç bir həqiqət bir insanın həyatına son qoymağa bəraət qazandıra bilməz. Şübhənin alovlandırdığı qəzəb 2 uşağı anasız, bir atanı isə dəmir barmaqlıqlar arxasında ömürlük peşmanlıqla baş-başa qoydu.
Bəlkə də zamanında elə həmin axşam o sakit efirə baxan ailə dəyişə bilərdi. Bəlkə də faciə bu qədər böyüməyə bilərdi. Bəlkə də hətta kişi xəyanəti bilsəydi belə sona qədər gözləmədən elə zamanında bu məsələyə son qoya ayrıla bilərdilər. Çünki bütün məsələlər, bütün verilən qərarlar bir insan həyatdan məhrum etməkdən daha yaxşıdır. Amma təəssüf ki, bunu çoxu bacarmır. Salamat qalın.